Məlumat verdiyimiz kimi, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində etiraz aksiyaları keçirilir. Artıq uzun illərdir ki, Urmiya gölünün quruması, hökumətin İraq və Suriya kürdlərini şəhərə köçürməsi, yerli azərbaycanlıların diskriminasiyaya məruz qalması davam edir. Baş verənlər mart ayının 22 də özünün ən pik nöqtələrindən birini yaşadı. Arıq neçə gündür Urmiyada on minlərlə Azərbaycan türkü küçə və meydanlarda rejimin haqsızlığına etiraz edir. Etirazçılar Azərbaycan yatmayıb, Kürdə torpaq satmayıb, Azərbaycan yurdumuz, Urmiya bozqurdumuz və Azərbaycan ayaqdır, Kürdlər bizə qonaqdır şüarlarını səsləndiriblər. Qeyd edək ki, 2022-ci ilin avqust-sentyabr aylarında İranda başlayan etirazlar bir neçə ay davam etdi. Üstündən 2 il yarım keçdikdən sonra bu dəfə Azərbaycanlıların kütləvi şəkildə İranda etiraz aksiyaları keçirməsinə vəd edir. Bakı tərəfindən hansısa bir formada oradakı Azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində addımlar atıla bilərmi? Qlobal İnfo Azad danışan Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa baş verənlərin İranın daxili məsələsi olduğunu bildirib. Onun fikrincə, daxildə insanlar etirazlarını ortaya qoyurlar. Baş verən məsələyə hansısa bir münasibət bildirməyimiz doğru olmaz. Biz məsələyə insan haqları kontekstindən yanaşırıq. Təbii ki, orada olan soydaşlarımızın məktəblə, ekologiya ilə bağlı hüquqları müəyyən dərəcədə təmin edilməlidir. Təəssüf ki, İran rejimi buna çox da maraqlı görünmür. Amma bütövlükdə Azərbaycan dövləti olaraq İranın daxili işlərinə qarışmaq yanlışdır. Ona görə də orada baş verən proseslərə duyğularımızla, hisslərimizlə onlarla bir olmağı düşünərək addımlar atmalıyıq. Deputat bildirib ki, Azərbaycan torpaqlarından kənarda baş verən proseslər dövlətimiz tərəfindən konflikt yaradacaq mahiyyətdə edilməməlidir. Ona görə də İranla bağlı məsələyə bu kontekstdən yanaşmalı oluruq. Bütün hallarda insanlar belə məsələlərdə etiraz etmə haqqını gerçəkləşdirirlərsə, buna müsbət yanaşmaq lazımdır. Çünki doğrudan da son zamanlar ekoloji fəlakətlə əlaqədar Urmiyadan çox sayda insan köçüb gedib. Bunun da davam etməməsi üçün etirazların olması bəlkə ölkə həyatında hansısa qərarların dəyişməsinə gətirib çıxara bildi.